Bismillahirrahmanirrahim. Yusabbihu lillahi ma fi semavati ve ma fil arzil Mevliki Kuddus'ul Azizul Hakim. Huvellezî ba'se fil ummiyîne rasûlen minhum yetlu aleyhim âyâtihi ve yuzekkihum ve yuallimuhumul kitâbe vel hikmete ve in kânû min qablu lefî zelâlin mubîn. Ve âkharîne minhum lemma yelhaqû bihim. Kenan Lazcıoğlu'nun ruhu şad ve bütün şehitlerimizin de ruhları şad ve bil Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakîm. Sıratellezîne en'amte aleyhim gayril mağdûbi aleyhim velezzâllîn. Bismillahirrahmanirrahim. Kul fallahu ahad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammedin ve Muhammed. Allah rahmet eylesin. Allah dünyasını Allah hoş olsun. Yaman ağır yerinde döyüp Füzuli dağınızı bana lay lay Adama istedim balama lay lay Şerara lay lay. Bunları nə gətirsən, elə bal kimi yapışır. Belə. Əvvəla əziz cəmaatımız, şəhid anaları başda olmaqla payız günündə hamımızı salamlayır. Sırada şəhidimiz Kenan Lazcıoğlu'dur ki, 2020-ci ilin oktyabrında, bax bu gündə şəhadətə qoymuşdur. Şəhidlərimiz bizim üçün bir mələk kimidirlər, bir müqəddəsdirlər. Yatdıqları torpaqları da biz üçün ən dəyərli, ən qiymətli yerdir. Mən özümdə belə düşünürüm. Bir balaca indi biraz qəmlər üçün bir səhifə ayırır, bir-iki səhifə. Sonra ümumiləşdirərəm söhbətlərimi sizə anlatacağım. Uşaqlar körpə vaxtı bir saat bir yerə gedib qayıtmayanda, elə ya pəncərədən baxırdınız, ya qapıdan girib çıxırdınız, harda qaldı, nə qaldı, telefon varsa zəng edirdiniz. İndi elə uzaqlara getdilər ki, elə getdilər o başa ki. İndi otururam hərdən yazıram ki, bir danış görək orada nə var, nə yox, orada belə var, burada budur. Belə indi ancaq elə xəyalla danışırıqsa, xəyalla söhbət edirik. Daşların altında o qədər qiymətli balalar yatır ki, təsəvvür eləməzsiniz. Dünyalar yatır. Mən analarımız üçün bir növbəti bir şeir yazıram, belə demək olar ki, az qalır. Orada deyir ki, yenə də necə demək sənə, yəni 100 cənnətim olsa, nəyimə gərək? Bu qədərdir ya, dəyəri mən işləmişəm onu bir şəhid qardaşı, bacısı kimi, belə o aspektdən yazmışam. Ata kimi yazmamışam, nə də ana kimi yazmamışam. Evladdır, qardaşdır, atadır, anadır, bax, belə götürmüşəm. Bax, bu cürlə dərdlər, bu cürlə qəmlər bizə yetişdi, biz bunlara hazır deyilik. Mənim qardaş bacılarım, Quran-ı Kərimdə Allah Təbəşə Teala Hud surası 108-ci ayədə buyurur ki, yalnız onlar cənnətə daxil olanda xoşbəxtdir. Bir dəfə ad çəkilir. Xoşbəxtliyin adı Quranda bir dəfə zikr olunur. O da qiyamətdə bağışlanmış insanlar üçün. O ki, qaldı dünyaya, dünyada olar nisbi xeyirlər. Birində 10 il, birində 5 il, birində 50 il. Yəni, bu dayanmalıdır, haradasıdır. Mən də dünyamı dəyişəcəm, sizlər də dünyamızı dəyişəcəksiniz. Amma yadda qalan bir dənə qəhrəmanlardır ki, ömürlük cavan qaldılar, ömürlük bax, belə parlaq qaldılar. Ömürlük bax, belə mələk kimi qaldılar. Heç bir pis söz bunlara aid ola bilməz, yapışmaz. Bunlara ancaq elə qəhrəmanlıq yaraşır, cəsurluq yaraşır, rəşadət yaraşır, qeyrət yaraşır, namus yaraşır. Nə istəsək, yaxşı, nə var dünyada desək, bunlar üçün azdır. Bu qədərlər. Bu xalqın üzünü parladan, bu xalqın qəlbinə sevinç gətirən ölümü ilə, qanı ilə bir qəhrəmandır ki, nakam talih yaşayıb. Çox ağır yol keçib.
mən hazır olmadığım, bu 30 neçə il, 4 ildir ibadət eləyəsən, nə eləyəsən, buna hazır olmayasan, hansısa 18 yaşında, 25 yaşında, 23 yaşında, 30 yaşında, 32 yaşında bir varlıq bunu bir anda sübut eləyir. Mən baş əyirəm onun qarşısında. Baş əyirəm sizlərin Allahın qarşısında ki, bütün xalqımız, bütün elimiz, obamız sizlərə borcludur. Kənanın anası buradadır. Yəni, nə deyir, bahar oldu, ağaclar da gül açdı, yəni tumurcuqlar da gül açdı. Bağımızda əriklər də, badamlar da gözəlləşdi. İydələrin ətri ətrafı gəzdi, dolaşdı. Axar çaylar açıb, daşar. Şəlalələr pıçıldaşar, ya çeşmələr pıçıldaşar. Gözüm baxar, dilim deyər, canım, gözüm hardasan. Səndən ötürü yandı könlüm, hardasan. Ağ göyərçinlərimiz də bala çıxardı. Rəngləri də qar kimi ağappaq. Qoşulub ata-analarla səmalara pərvazlandı. Dolandıqca bu göyləri şirin-şirin qənət salar. Gözüm baxar, dilim deyər, canım, gözüm hardasan. Səndən ötürü yandı könlüm, hardasan. İllər keçdi, qız balalar böyüdülər. Nişanlanıb həd edilər. Ağ paltarda bəy evinə köç etdilər. Qapılarından zurna çalar, təbil vurar. Gözüm baxar, dilim deyər, canım, gözüm hardasan. Səndən ötürü yandı könlüm, hardasan. Düşüncələrimiz, əzizlərim, bax belədir. Yazılarımız da belədir. Bir şeyə də var, onu oxuyacam, bütün oxuyacam. Əziz qəhrəman olun. Allah'tan siz səbir edin. Allah'tan sağlığa versin. O bir balağı. Sizin o selam. cennet sizin ayaklarınız altında. Allah'a hamd olsun. Olasınız. Sənə mərd oğullar edər canını qurban. Sən yeryüzünün cənnətisən Azərbaycan. Sənə oğlumun tabutuna bükülən bayraq. Bir daha yenmə səmalarda dalğalan. Ulu torpaq, atalardan, babalardan yadigarsan. Sən qəhrəmanlar yurdusan, şəhid qanıyla yoğrulmuşsan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Allah vətənimizi qorusun, elimizi, obamızı qorusun. Bir cəmaat olaraq Allah sizə can sağlığı versin. Sizin qələbəmiz, sizin məydəminiz, qəhrəman balım. Sizler ona emanet olunca, o atasını 2 milyon üçten itirdi. Ona emanet olunca, hem müellim olunca. Hörmətli şəhid anamız, hörmətli valideynlər, iştirakçılar, bu günləri bizim qəhrəman məzunumuz, qəhrəman şəhidimiz Kənan Əhmədovun anım gündür, şəhid olduğu gündür. Kənan Əhmədov həm vətən torpağının azad olmasında qəhrəmanlıq göstərən bir məzunumuz olmaqla da şəhidimiz olmaqla bərabər bizim həm məktəbimizin şagirdimiz oldu. Və çox təəssüf ki, mən işləyən dövrdə Kənan Əhmədovu mən görməsəm də, ancaq onun qəhrəmanlıqları haqqında bizim onun həmişə necə ictimai işlərdə, məktəbdə necə biz tərbiyəli, nizamlı bir şagird olması haqqında müəllimlər həmişə çox az da olsa danışır. Və biz eşidəndə ki, bizim Kənan Əhmədov kimi qəhrəmanımız şəhid oldu, biz həqiqətən məyus olduq. Amma məyus olmaqla bərabər biz həmişə fəxr edirik ki, nə yaxşı bu 44 günlük müharibədə torpaqlarımızın azadlığını əldə olunmasında, müstəqilimizin tamamilə bərqərar olmasında bizim də məktəbimizin Kənan Əhmədov kimi məzunlarımız da bu iştirakçı oldu. Eyni zamanda bizim digər Orxan Rəhimov kimi digər bir məzunumuz da bu şəhidə xiyabanında uyur, onun məzarı və yerləşir. Və eyni zamanda biz fəxr edirik ki, bugün Kənan Əhmədovun qardaşı balası da bizim məktəbimizin şagirdidir. Biz hər dəfə, hər vaxt biz şəhidlərimizin adını əbədiləşdirmək üçün, onların şagirdlərə çatdırması üçün hər bir tədbirdə, hər bir ictimai tədbirdə biz onları çalışırıq, əbədiləşdiririk. Allah rəhmət eləsin, şəhid anamız, sizə başsağlığı verirəm. Bütün hamımıza başsağlığı verirəm. Bu şəhid təkcə sizin deyil, bizim Azərbaycanımızındır.
siz biz də sizlə sizin çox belə deyirik ki, özümü xoşbəxt hiss edirəm ki, bizim məktəbimizin belə şəhid məzunları olubdur. Və bu gün onların hesabına bu gün biz azad Azərbaycanımızda torpaqlarımızın azad olmasında iştirak edən bizim belə məzunumuz var. Biz çox sevinirik ki, belə sizin də övladınız olmaqla bərabər bizim belə məzunumuz olduğuna görə sevinirik. Sağ olun. Qoparmayın şəhid adlı yaramı, düşmənlər duymasın bu fəryadımı. Bilmirəm, sevinim ya ağlayım mı? Adın tarixlərə yazdı şəhidlər. Ayana saçını dərddən ağartma, gəlib gedənlərdən oğlunu sorma. Qara bəxtim deyib yanma, alışma. Adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Həyatda candan şirin deyil nə var? Şirin candan keçdi vətən üçün onlar. Əlbət yaşayacaq belə oğullar. Adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Titrək əllərinlə alıb şəklini, ah çəkib ağlama şəhid anası. Dizlərin üstünə əyib belini, sellər tək çağlama şəhid anası. Baxırsan gəldiyi cığıra, izə, quzu otardığı çəmənə, düzə, yaralı könlünü hey üzə-üzə. Dünyanı dağlama şəhid anası. Ruhu yıldırımda şimşəklərdədir. Qarabağdan əsən küləklərdədir. Həsrətli, ümidli ürəklərdədir. Çox matəm saxlama şəhid anası. Nə deyim, nə yazım, qələmim donur. İlhamın dünyası odlanır, yanır. Sənin dözümündən yağlar sınır. Qara şal bağlama şəhid anası. Sizi vətən yolunda şirin canından keçib, igidliyin mərdliyi özünə amal seçib, ölümü ilə buyurdu torpağı yaşadanlar, yaşayan hər ömürdə qanınız, canınız var. Səs verdiniz vətənin harayına, səsinə, yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə. İnanın, and itirik, ruhunuz, xatirəniz həmişə anılacaq. Buyurdun sinəsində vüqarsınız, dağsınız. Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir. Şəhidlər azadlığın ot şimşək zərrəsidir. Şəhidlər tarixləşən istiqlal türbəsidir. Şəhidlər şimşək kimi buludlar saxlamazlar. Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar. Şəhidlər vətəndaşı, yurdun vətəndaşıdır. Şəhidlər azadlığın uca heykəl daşıdır. Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır. Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar. Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar. Şəhidlər doğulan gün əbədiyyət başlayır. Şəhidlər imamlar tək ürəklərdə yaşayır. Şəhidlər karvanını əbədiyyət daşıyır. Şəhidlər cənnət əhli matəm yas saxlamazlar. Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar. Şəhidlər xiyabanı müqəddəs pirimizdir. Şəhidlər xiyabanı ziyarət yerimizdir. Şəhidlər qürur rəmzi, özünü dərkimizdir. Şəhidlər qeyrət qanı axmasa ağlamazlar. Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar. Şəhidlər ana yurdu tutdular candan baha. Şəhidlər yollar açdı qaranlıqdan sabaha. Şəhidlər ölməz ruhla gedir üzü Allaha. Şəhidlər gedən yolu tufanlar bağlamazlar. Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar. Bu vətən, bu torpaq mənimdir deyib. Üstündə vüqarla gəzdi şəhidlər. Əyninə qanından bir köynək geyib. Düşmənin yolunu kəsdi şəhidlər. Tək vətənimiz düşməsin dara.
Baxmayıb soyuğa, qorana qara, cavab vermək üçün o azğınlara, hər bir çətinliyə dözdü şəhidlər. Rahat uyu igid əskər, şəhidliyin məqamında alnımızı ağ etdin sən. Hər addımı intizamında rahat uyu igid əskər, doğma vətən bil azaddır, düşmənlərdən pak etdiyin hər qarış bil abaddır. Neçə analar qaldı oğulsuz, çox uşaqlar da oldu arxa dayaqsız, çoxları qaldı həyatda yarsız, ən uca zirvəyə qalxdı şəhidlər. Analar hər dəqiqə fəryad edirdi, hər gün, hər gecə xəyal edirdi. Hər səhər oğlunun yolunu gözlər, bəlkə də bir gün gələr dedilər. Yoluna su səpim, göz yaşı sıxım. Çəkmədən torpaq var, torpağı sıxım. Ver əskər çəkməsini köksümə sıxım. Çəkməsində çiçək bitən şəhidlər. Ayağın yerdədir, yolun göydədir. Göydə ulduz uçdu, yaram göynədi. Yaram göynədi. Xəbərin oldu mu o qız neynədi? Dönüb üfüqlərdə itən şəhidlər. Olsun, Allah hər birimizdən razı olsun, Allah cümləmiz olsun. Şəhidimizin ruhu qarşısında baş əyirik. Şəhid anasının qarşısında baş əyirik. Əziz şəhid sevərlər, şəhidin ruhuna, işığına yığışan Sumqayıtlar, Azərbaycanımızın regional gələn insanlar, doğmalar əzizlər. Xüsusən burada oxuduğu məktəbin müəllim kollektivi, şagirdlər, hər birinizə təşəkkür edirik. Bugün şəhidin anasının yanında olduğumuz, doğmalarının əzizlərinin yanında olduğumuz. Biz bugün bir kənalımızı yad etməklə, ziyarət etməklə demək olar ki, burada şəhidlər xiyabanında hər bir şəhidimizi yad edirik, ziyarət edirik, ruhlarına dualar oxuyuruq. Bu şəhidlər bizim igidlərimizdir, qəhrəmanlarımızdır, fatihlərimizdir. Adlarını Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazan qəhrəmanlarımızdır, igidlərimizdir. Bunlar bizə şan gətirdilər, şöhrət gətirdilər, zəfər gətirdilər. Şəhid o varlıqdır ki, Allah onu Quran-ı Kərimdə tərif edir. Buyurun ki, Allah yolunda, ali məqamlar uğrunda ölən, öldürülən insanları siz ölü zənn etməyin. Onlar diridirlər Allah qatında, Allahın qüdüsündən qidalanırlar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, hər bir dəyərdən uca bir dəyər varsa, şəhidin dəyərindən uca bir dəyər, zirvə yoxdur. Onlar elə bir zirvəni fəth ediblər ki, o zirvəni fəth eləmək üçün Peyğəmbərlər, imamlar, müqəddəslər bir ömür Allahla razı niyaz ediblər ki, onlara şəhadət məqamını nəsib eyləsin. İslam tarixində kitablarda oxuyuruq ki, İmam Əli əleyhissalam Kəbə evində qılınc zərbəsi alanda deyir ki, and olsun Kəbənin Allahına ki, indi nicat tapdı. Yəni, şəhadət insanın nicatıdır. İnsan özü nicat tapmaqla bərabər həm dünyada onu sevən, onun nuruna, işığına yığışan insanlara nicat tapdırır, onlara kömək edir, onları xilas edir, həm də ahirətdə insanların şəfaatçısı olur, xilaskar olur. Biz də indi bir fatihimizin, bir qəhrəmanımızın, şəhidimizin nuruna yığışmışıq ki, o şəhid, o fatih dünyada bizim xilaskarımız oldu, ölkəmizin, ərazimizin, vətənimizin, torpaqlarımızın, ərazi bütövlüyümüzü bizə nəsib etdilər, qismət etdilər bu şəhidlər və ahirətdə də bunlar bizim şəfaatçilərimiz olacaq. Bugün bax, bizim fidan balalarımız bu şəhidlər haqqında şeirlər danışırlar, oxuyurlar, əzbərləyirlər, şəkillərini gəzdirirlər əllərində. Bugün yeni doğulan nə qədər övladlarımızın adı bu şəhidlərin adını daşıyır. Bunlar hamısı bir nümunədir. Biz 44 günlük müharibədə bir yumruq kimi ölkə rəhbərinin ətrafında birləşə bildik və bugün də o birlik davam edir. İnsanlar şəhidlərin, şəhid doğmalarının yanında olur. Şəhid anasına deyirik, Nərifə xanıma, Allah sizi var eləsin, Allah ömrünüzə bərəkət nəsib eləsin, Allah sizi hifz eləsin. Sizin kimi anaların qarşısında biz həqiqətən baş əyirik. Allah Teala Quran-ı Kərimdə valideyni bizə tövsiyə edir. Peyğəmbərimiz buyurur ki, cənnət anaların qədəmləri altındadır. Cənnət məhz sizin kimi şəhidlər böyüdən, igidlər böyüdən, qəhrəmanlar böyüdən anaların qədəmləri altındadır. Təşəkkür edirik sizə.
və hər birinizə də təşəkkür edirik. Əvvəla bizlərə təşəkkür düşmür, bizim vəzifə borcumuzdur, peşə borcumuzdur, vətəndaşlıq borcumuzdur ki, gəlib şəhidi ziyarət edək, belə günlərdə şəhid doğmalarının, analarının yanında olaq. Can sağlığı arzu edirəm. Çox sağ olun. Şəhidinizə dəyər verdiyinizə görə razıyam. Bugün Şəhidlər Xiyabanında bizlə bir çox idarə müəssisə rəhbərləri, o cümlədən Sumqayıt şəhər icra hakimiyyəti, şəhid ailələri və Qazilər Müdürü şöbənin müdürü, 1-ci Qarabağ müharibə qazisi, dəyərli dostumuz Tərlan müəllim də buradadır, digər idarə müəssisə rəhbərləri buradadır. Burada mənim yanımda şəhid atası var, Hacı Əhməd, digər şəhid ataları, doğmaları, şəhid anaları buradadır. Bunlar hər dəfə bu ziyarətdə, bu ocaqda olurlar. Həm təskinlik vermək üçün şəhid ailələrinə... Allah hamısından razı olsun. Allah razı olsun şəhid anası. Sizin deyə bilməyəcəyiniz sözləri sizin şəhidimiz deyib, qəhrəmanımız deyib, igidimiz deyib, fatihimiz deyib. O elə öz cismən aramızdan geçsə də ruhan bu xalqın yaddaşında daim əbədi yaşayacaqlar da mən bu... Allah cəmi şəhidlərimizin müşahidə eləsin. Bax, bugün biz burada Kənan balamızın timsalında bütün şəhidlərimizi anırıq. Ən gözəl haldır ki, bax, bu fidan balalar burada iştirak edir. Məktəbi rəhbərlikdə də dərin minnətdarımızı bildiririk. Gəldilər burada şeirlərini dedilər, ürək sözlərini dedilər. Şəhidlər haqqında olan fikirlərini ürək yanıqsı ilə dedilər. Və bu fidan balaları mən üzümü tutub deyirəm ki, mənim gözəl balalarım, Azərbaycanın gələcəyi olan Azərbaycan vətəndaşları, qürurlu Azərbaycan vətəndaşları. Artıq Azərbaycanımız suveren bir dövlətdir. Artıq Azərbaycanımız dünyada tanınan, daha da atributu olan üç rəngli bayrağı zirvələrdə dalğalanan bir dövlətdir. Bax, bunun qələbənin bütün hamısı bu oğulların sayəsindədir. Onların da yarımçı qalmış ömürləri, arzuları, istəkləri olur. Bax, arzular, istəklər sizin gələcək fəaliyyətinizdə öz əksini tapacaq. Yəni, siz öz fəaliyyətinizlə Kənanları da yaşadaqsınız. Siz öz yaxşı oxumağınızla Kənanları da yenə vurğuluram. Daha da adlarını zirvələrdə dalğalandıracaqsınız. Və unutmayın ki, bu vətən torpağının Qarabağında sıra dağlar kimi duranlarındır. Bax, bu oğullarındır. Vətən uğrunda ölmək də var. Ancaq siz yaşayacaqsınız, yaradacaqsınız və şəhidlərimizi də yaşadacaqsınız. Nərfə xanım, Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Bir şəhid anası kimi olaraq biz də bir Azərbaycan vətəndaşı olaraq sizin qarşınızda baş əyirik. Çox sağ olun, minnətdaram. Başınız sağ olsun deyirik. İnşallah ki, Azərbaycanımız nə qədər var və bundan sonra da var olacaq. Hər zaman şəhidlərimiz və bu cür anılacaq. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Çox sağ olun. Ben de bütün şahitlerin ruhu karşısında asıl sözü olabilir. Bizim yollarımız yalnız ruhu karşısında başarılı. Türkmen yolların... Alını sizden yaxşı bilən olmaz. Allah şahitlerin rahmet eylesin. Çok sağ olun. Siz başınızı bir. Çok sağ olun. Bir de bir şahitlersiniz. Kollektifdən çox razıyam. Çox sağ olun. Gələnəkləriniz var oldu. Kənanın anasının yanında oldunuz. Tək buraxmadınız. Bu bizim de var. Çox sağ olun. Minnətdaram. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme gfirhum ve şurhum ve la tuzigh. Şəhidimizin, cəm şəhidlərimizin ruhları şad. El-Fatiha. Bismillahirrahmanirrahim. Bismillah. Kul huvallahu ehad Allahu samad. Lem yelid ve lem yulad ve lem yulad. Hamımıza Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Nur üzlü şəhidim, nur içində yar. Ruhunun dəyəri cənnətdən baha. Əmi qurban olum, şəhid olduğum. Qanının damlası axan torpağa.
Şeyini deyirsən. Saç günün Bu şeyini